İsmin yerlik və çıxışlıq halları. Son iki hal qalıb, onları da izah edək. İsmin yerlik halı əşyanın yerini bildirir. Sualı kimdə, nədə, harada. Şəkilçisi dadə şəkilçisidir. Bu dadə şəkilçisi amonim şəkilçisidir. Bu zərf düzəldən dadə şəkilçisi ilə amonimdir. Məsələn, tutaq ki biz gündə sözünü yazırıq. Gündə sözündə məsələn, desək ki, gündə dayanma qaralarsan, burada isim olacaq. Amma deyirik ki, onu gündə görürəm, yəni hər gün görürəm. Bu tipdə sözlər çox deyil, azlıq təşkil edir. Məsələn, ayda, ildə, gündə, belə deyirik, həftədə, gecədə və s. Və yaxud birlikdə sözdə ola bilər. Necə sualına cavab verəcək. İsim olanda isə konkret olaraq kimdə, nədə, harada sualına cavab verəcək. Demək, yerlik halda olan sözlər cümlədə tamamlıq olur. Qələmim çantada qaldı, nədə qaldı, çantada qaldı. Zərflik ola bilir, uşaqlar evdə filmə baxdılar, harda baxdılar, evdə baxdılar. Xəbər ola bilər, atam evdədir, atam haradadır. Bu şəkildə yerlik hal. Gəldik çıxışlıq hala. Çıxışlıq hal əşyanın çıxış nöqtəsini, başlanğıc nöqtəsini bildirir və həmçinin sualı kimdən, nədən, haradan. İsmin yeganə hal şəkilçisidir ki, sonu MN samitləri ilə bitəndə fərqli tələffüz oluna bilər. Dandən demək nan, nən şəklində tələffüz oluna bilər. Məsələn, tutaq ki, deyirik atamdan deyirik atamdan belə bu şəkildə. Qazandan, qazandan. Nənəmdən, nənəmdən. Belə bu şəkildə olacaq. Görünürlük halın əksidir. Çıxışlıq halın şəkilçisi dandan şəkilçisi, zərf düzəldən dandan şəkilçisi ilə amonimdir. Qəfildən, hərdən, birdən və s. kimi zərf düzəldən şəkilçi olur. Bir də güldən çıxışlıq hal şəkilçisi olur. Nədən sualına cavab verəcək. Yadımıza saxlayaq, sualla müəyyənləşdiririk. Bunu çox asan bir şeydir əslində bu. Sualla müəyyənləşdiririk ki, çıxışlıq haldır yoxsa zərfdir. Zərfin sualları nədir? Nə vaxt, nə zaman, haçan. Və yaxud necə, nə cür, hansı, tərz, hərəkət, zərf. Amma çıxışlıq halın şəkilçisi nədir? Kimdən, nədən, haradan. Sual veririk, onunla da tapırıq ki, bu zərfdir yoxsa isimdir. Çıxışlıq halda söz. Çıxışlıq hal cümlədə tamamlıq, zərflik və xəbər olur. Tamamlıq olanda deyirik ki, kitabı çantadan götürdü, nədən götürdü, çantadan. Müəllim dərsi Raufdan soruşdu, kimdən soruşdu, yenə tamamlıq. Zərflik olanda mən məktəbdən gəlirəm, hardan gəlirəm, məktəbdən. Xəbər olanda deyirəm ki, bu məktub Həsəndəndir. Kimdəndir? Həsəndəndir. Bu şəkildə, yəni xəbərli şəkilçi qəbul edir, cümlədə xəbər ola bilir. İsmin halları haqqında bu qədər.